3 yaşında qardaşım var idi Ruslan. Deyəndə ki, bunları öldürün, yandırın. Uşaq əlini qaldırdı ki, dayı qurban olun, öldürməyim. Də ki, Əhməd sənə öldürməyəcək, sənə elə bir hədiyyə verəcək ki, sən bu hədiyyəni ömür boyu unutmayasan. Əhmədin əlinin içində avtomatla atəş açdılar. Uşağın əlinin üstü parça-parça oldu. Damarlar insan kimi az qalıb dil açıb danışıb. Bir dəfə mən atamın səsini eşitdim. Burada koridorda məni incidirdilər. Onu mən möhkəmdən ağlayanda atam oradan dedi ki, möhkəm ol. Sonra da atamın səsini orada eşitmişim, görməmişim. Hər bir şeyimiz əlimizdən aldılar. Biz uşaqlarımızla bərabər hər bir şeyimiz əlimizdən aldılar. Xəyallarımızı, gələcəyimizi, hər bir şeyimizi aldılar. Qərb Azərbaycanın Göyçə mahalında Basakəçər rayonunun Yuxarı Şorza kəndində dünyaya göz açmışam. 8 nəfərdən ibarət ailə üzvlərimizlə birlikdə 1988-ci ilə qədər Göyçə mahalında yaşamışıq. Orada məktəbə getmişik, böyük bir ailəmiz olubdur. Atam qızıl mədəndə işləyibdi, mağazada işləyibdi, müəyyən işlərdə işləyib. Göyçədən mən çıxanda mənim 10 yaşım var idi. Göyçədə biz olduğumuz rayonda hamısı Azərbaycanlılardan ibarət idi. Amma biz bazarlıq üçün hamımız Basakəçər rayonuna gedirdik. Orada bizə qarşı işgəncələr başladılar eləməyə, bizim Azərbaycanlıları başladılar orada döyməyə. Sonra başladılar orada maşınlarımızın qabağını kəsməyə, maşınları yandırmağa. Biz Göyçəni tərk edəndə, oradan qovulan zaman böyük qardaşım 1973-cü il təvəllüdlü Sərvər qardaşım çayda boğularaq dünyasını dəyişdi. Digər 7 nəfər ailə üzvlərimizlə Xocalı şəhərinə pənah gətirdik. Xocalıda da məktəbə gelirdik, şəraitimizi, güzəranımızı yaxşılaşdırırdıq. Orada da ermənilər bizə yaşamağa imkan vermədilər. Xocalını hər gün müxtəlif tüfü toplardan, raketlərdən, pulemyotlardan atəşə tuturdular. Biz bunu vərdiş halına almışdıq. Alazan raketindən atırdılar. Məktəbimizin yaxınlığına da düşdük. Bir dəfə Xocalıda düşdü, bir ailənin evinə düşdü. Birinci başladıq Xocalının digər kəndlərini yandırmağa, oradan cəmaatı hamısını güllə boruna tutmağa. Hər gün ümid verirdilər ki, sabahların bugün, düzü gün Askeranla Xocalının arası açılar. Yəni bu narahat olmayın, qorxmayın, çəkinməyin. Bir 5-6 ay blokada şəraitində qaldıq Xocalı. Heç bir yandan giriş-çıxışımız bağlı idi. Ərzaqımız tükənmişdi, işığımız yox idi, qazımız yox idi. Özünü könüllü batalyonla yaranmışdı Xocalıda. Rəhmətli milli qəhrəmanımız Tofiq Hüseynovun dəstəsi idi. Aeroport tərəfdən bizim milli qəhrəmanımız rəhmətli Əlif Hacıyevin dəstəsi idi. Bakıdan 21 nəfər könüllü gəlmişdi. Milli qəhrəman Abi Quliyevin dəstəsi idi. Orada Mübariz Şahmurov idi, Hikmət Nəzərli idi və digər onlardan 17 nəfər qaldı burada. Qalası yarısı başqa tərəfə getdi. Onlardan mənim yadıma gəlir ki, Sovet ordusunun dəstəyi ilə onlar Xocalıya daxil oldular və biz sakinlərdən ov tüfəklərimizi belə əlimizdən yığıb aldılar. Hiyləgərək ov tüfəklərini də əlimizdən almışdılar. 75-76-cı təvəllüdlü qardaşlarım və atam da digər Xocalılar kimi Xocalının son günə qədər keşiyində dururdular. Hər gün atırdılar, biz buna inanmırdıq ki, belə bir şey olar. Nəhayət 25-dən 26-sına keçən gecə yatsaq yuxumuza girməzdi ki, belə bir şeylə rastlaşa bilərik. 23-nə qədər 3 gün heç bir atışma olmadı. Çox sakitçilik oldu. Bu sakitçilik ilə bir təsəvvür ki, alışmışıq özünə, bu vərdiş halını almışıq. Xocalı belə çox sərt olan bir qış keçirmirdi da. Hava elə birdən-birə hava çöndü, qar, boran, müsibət. 25-i gecə başladılar. Səhərə kimi hər bir tərəfdən Xocalını atəşə tutdular. Mənim yenə həmin kimi qardaşlarım da, atam da digər Xocalılarla bərabər postlardaydı. Səhərə yaxın idi, mənim möhlət qardaşım gəldi ki, və sana hazırlaşın, Xocalının ortası yanır, evlər yanır, cəmaatın qışqırtısı, bəs biz də gedək qoşulaq. Vidadi dayı var idi bizim qonşumuz. Vidadi dayı ayağından yaralanmışdı, bunu gətirdilər evə. Bizim qonşumuz var idi, onlar da Qərb Azərbaycandan köçkülü idi. Sara xala və 3 yaşında qızı Natavan və oğlu Rabin. Onlar da bizdə idilər. Vidadi dayının ayağını qan aparırdı.
Atam yaylıq götürdü, anamla yaylıq aldı. Ayağımı möhkəm sıxdı ki, qan aparmasın. Biz yenə də ümidimizi itirməmişdik ki, bu bizim son saniyələrimizdir, son dəqiqələrimizdir. Bu anda gözləmədiyimiz halda evin içərisinə qumbara satdılar. Mən ayağımdan yaralandım, anam köynəyindən yaralandı. Həmin qonşumuz Sarı xala dünyasını dəyişdi. 3 yaşında körpə uşaq dünyasını dəyişdi. Vidadi dayının avtomatı var idi. Və atamın da evdə qoşallı tüfəngi var idi, o tüfəngi var idi. Gücümüz bərabər olmasa da son gülləyə qədər atamla qardaşlarım onlara atdılar. Atam qolundan yaralandı. Patronlarımız qurtardıqdan sonra bunlar hiylə quraraq Azərbaycan dilində, Rus dilində bizə hiylə quraraq aldadırlar ki, qapını açın, təslim olunurlar, qorxurlar içəri daxil olmağa. Bunlara baxmayaraq biz razı olmadıq. Evimizin içi elə bir DSP idi, pol deyildi. DSP-nin altı biraz dərin idi. Atam dedi ki, qardaşlarıma silahları atın polunun altına ermənilər evdən silah tutmasın. Dedilər ki, yandıracaq, öldürəcək, təhdidlər eləyirlər. Dedi ki, nə istəyirsiniz eləyin. Atam razı olmadı, qapını açmadı. Bunlar qapını qıraraq içəri daxil olanda mən yaralıydım, ağrıdan dözə bilmirdim. Bunlar girdilər içəri, avtomatın ürəyin dilədilər mənim kürəyimə. Əllərində belə butulkada benzin gətirdilər. Benzin töküb bizim üstümüzə bizi bir-biri yandırmaq istəyirdilər. Həminki devirdə mənim 3 yaşında qardaşım var idi, Ruslan. Anlamırdı nə baş verir, neyini, körpə uşaq. Deyəndə ki, bunları öldürün, yandırın, uşaq əlini qaldırdı ki, dayı qurban olun, öldürmüyor bizi, düşmənə yalvardı. Sovet ordusunun zabiti, 366 mutasiyaların zabiti, kapitan rütbəli bir zabit əl atdı uşağı götürdü. Rus dilində onlara dedi ki, даже faşist с именем людям так не обращается, в чем этот ребенок виноват. Qoymadı, bunlar bizi öldürməyə qoymadı. Biz sevindik ki, nə yaxşı bu bizi qoymadı. Bunun da təbii ki, şəxsi şəxsi marağı var imiş ki, bizim qızıl zinət əşyalarımız alsın. Və qızıl zinət əşyalarımızın hamısını tələb elədi, verdik həmin bu zabitə. Körpə uşaq var idi döşümdə, Ruslan. O əlini qaldıranda yandırmadılar, bizi girov götdülər, müsibətlər gördük. Çeynimdən yaralandım, oğlum Mürvət qız böyründən yaralandı, qranat atmışdılar ömüzün içinə. Bizi bayıra çıxardılar ki, bizi əsir götürsünlər. Həminki devirdə o Sarı xala dünyasını dəyişmişdi, qadının ağzı açıq qalmışdı. Ağzında qızıl dişləri var idi, qapının ağzından çıxardıb atmışlar meydi. Bu Sarı xalanın yoldaşı Pənahəmi görəndə ki, bizi əsir götürürlər, yanıb o daşların arasında aralıdan müşahidə edib görür nə olacaq bizim sonumuz. Bu görəndə ki, bunun uşağının meydini belə çörətulları dözmədi, atəş açdı ermənilərə. Ermənilərə atəş açanda ermənilər tərəfindən döyüşən orada qaradərli zəncilər də var idi. Bir qaradərli zəncini yaraladı və bir dənə ermənini yaraladı. Ondan sonra bunlar başladılar bizi şiddətli döyməyə. Qarın üstündə uzanmışıq, soyuq, boran, qan axır. Bizi sürüyə-sürüyə qardaşlarıma əmr verdi ki, bunları mindirin maşına. Hamımızı mindirdilər, bir dənə köhnə təcili yardım maşınına mindirdilər. Götürdülər, gəldilər Əsgəran rayon polis idarəsinə gətirdilər ora. Ermənilər mənim uşaqlığımla bərabər bütün xəyallarımı məhv elədi. Mən də istəyərdim ki, digərləri kimi mənim də oyuncaqlarım olsun, mənim də bir təhsilim olsun. Amma bu günlərin bunların hamısının səbəbkarları erməni terroristlərdir. Hər bir şeyimizi əlimizdən aldılar. Bizim uşaqlarımızla bərabər hər bir şeyimizi əlimizdən aldılar. Xəyallarımızı, gələcəyimizi, hər bir şeyimizi aldılar. Mənim əməyimi, ailə üzvlərimi bu kameraya gətirdilər. Burada qonşuluqda olan kamerada Karo adlı polis formasında mayor rütbəli bir zabit bizim ailə üzvlərimizi qeydiyyata götürdü. Adımızı, soyadımızı. İnsanlar çoxalandan sonra başladılar bölməyə. Orada
Qolu silah tutanları bir tərəfə seçdilər. Yaralıları, ölümcülərdə olanlar bir tərəfə. Orada bizim insanlara qarşı nanaik hərəkətlər eləyəndə mənim qardaşım dözmədi, erməni itələdi. 17 yaşlı qardaşım, möhlət qardaş. Orada dedilər ki, bəs bu uşağın valideynləri kimdir? Atam da qolundan evdə yaralanmışdı. Atamı və 2 dənə birisi qardaşımı, söhbət qardaşımı 17 yaşında, bir də 16 yaşında möhlət qardaşımı, 45 yaşında da atamı bizdən ayırdılar, götürdülər, apardılar. Yoldaşımı bizdən ayırdılar, apardılar. Söhbəti, möhləti yoldaşımı ayırdılar, apardılar. Şimdi məzarı da yoxdur ki, gedək ziyarət eləyək. 3 nəfərimi, 2 oğlumun, bir ailəmin. Sonuncu dəfə həmin o koronun otağında görüşdük. Ondan sonra bir dəfə mən atamın səsini eşitdim. Burada koridorda mənə imzilədilər. Onda mən möhkəmdən ağlayanda atam oradan dedi ki, möhkəm ol. Sonuncu dəfə atamın səsini orada eşitmişim, görməmişim. Təsəvvür eləyin ki, bu divarların harasına baxsaydın, burada insan qan axırdı. Hara baxsaydın, insan burada can verirdi. Xocalı hadisəsindən əvvəl Qaradağlı hadisəsi törətmişlər. Orada da belə bir soyqırım törətmişlər. Burada yaşlı qadınlar var idi. Həmin o Qaradağlıdan olan qadınlar var idi. Burada belə bu gördüyünüz bu döşəmə yox idi. Bu divarlar belə deyildi. Soyuq idi, beton idi hər yan. Biz də hamımız qalqanın içində yaralıydıq. Arada bir buraxırdılar burada üzbəüz otaqda hamam otağı var idi. Orada yaralılar, meyitlər doluydu. Baxmayaraq ki, mən ayağımdan yaralıydım ki, özü 14 yaşımda idi, uşaq idim. Məni bayıra çıxardılar, döyə-döyə ki, get su gətir, buraları yüdüzdülər. Görürdülər ki, mən yeriyə bilmirəm, zaten yaralıyam. Həminki vaxtda 11 yaşında qardaşım Əhmədin doğum günü idi. Əhməd qardaşım gəldi mənə köməyə. 2 qardaş qucaqlaşıb bağlaşırdıq, amma anam burada bu otaqdaydı. Digər Xocalılarla, o Qaradağlıdan olan əsirlərlə. Orada bir ermənilər yaxınlaşdı bizə ki, niyə ağlayırsınız? Dedi ki, bəs bugün mənim doğum günümdür. Bu biləndə ki, bunun doğum günüdür, heç nə demədi. Elə bizə bir dənə təpik vurdu ki, keçin içəri də. Bu saldı içəri, qapını bağladılar. Bir neçə dəqiqədən sonra gəldilər, çağırdılar bizi təzədən. Apardılar həmin koronun otağına. Bunlar başladılar ələ salmağa da, belə təqqirlə belə sənə hədiyyə eləyəcək, nə eləyəcək, silah ata bilirsən, nə eləyirsən. Uşaq da nə başa düşür ki, bu nə deməkdir, nədir, 11 yaşında uşaq. Dedi, bəli, bilirəm, ata bilirəm. Dedilər ki, Əhməd sənə öldürməyəcək, sənə elə bir hədiyyə verəcək ki, sən bu hədiyyəni ömrü boyu unutmayasan, nə sən əlinə qələm ala bilməyəsən, nə də sən silah ata bilməyəsən heç vaxtı. Orada bir digər əsirlər də var idi orada. Əsirlərin gözü qarşısında Əhmədin əlinin içində avtomatla atəş açdılar. Təsəvvür edin ki, uşağın əlinin üstü parça-parça olurdu. Damarlar insan kimi az qalıb gil açıb danışır. Uşaq acıya dözə bilmirdi. Özünü divarlara çırpırdı, divarlara çırpır. Azdan önce bunu tutdular. Orada peçin üstündə çay dəmliyi biçmişdilər. Odun peçi var idi koronun otağında. Həmin o dəmli çayı da tökdülər ki, uşaq daha şiddətlə acı çəksin. Bizi burada bir həftəyə olmazı işgəncələr verirdilər. Anam da yaralıydı. Anam da kürəyindən yaralanmışdı. Qan aparırdı anamı. Əlindən vurdular oğlumu, Əhmədi. Əlindən vurdular. Sonra əlindən vurandan sonra da qaynar çay dedilər, sana hədiyyə, yaş günüydü. Dedilər, hədiyyə verir. Qaynar çayı əlinin üstə tökdülər, güllə ilə vurulan əlinə. Körpə uşağı gözümün qabağında öldürürdülər. Balaca o fortuşkalardan avtomatın lüləyini salırdılar içəri. Bu gördüyümüz həmin bu otaqda olmuş. Hamımız bu divarlara, tabanlara atəş açırdılar. Bu divarlardan qopan həmin o tirişkəri daş, həmin o qopurdu, bizim bədənimizin üstünə töküldü. Baxmayaraq ki, anam yaralıydı, bizi belə qanadının altına alırdı ki, o daş qaya o anamın bədəninə dəysin, bizə bədənimizə dəyməsin, biz acı çəkməyək. Yenə məni çıxardılar, sürünə gücünə getdim. Orada həmin o bizi qeydiyyata götürdülər otaqda. Allah ruhunu şad eləsin, bizim Xocalının da abidəçi xanımı var idi, Dürdan Ağayeva. Ölümcül vəziyyətdə atmışdılar ora, Dürdanəni mən elə başa düşdüm ki, çölə tullamışlar, sonra ayıldığına görə gətirib atmışlar ora. Dürdanə orada donu var idi, qırmızı don var idi əynində, don atmışdı. Buzlar var idi beləsində, belə-belə peçin qırağım, elə başları qarışdı, mən onun böyründə oturası oldum.
başladım o əlimlə belə ovcalamağa ki, qoy o buzlar oradan bacardığım qədər sarışırdım ki, nəsə bir kömək edeyim də. Yox, görmə vəhşi. Yox. Bakılardan İsmail gəldi. İsmail. Dedilər ki, çıxırsınız, aparlıq sizi dəyişməyə. Aparlıq bizi dəyişməyə, bir neçə nəfər buradan yığdılar. Bizi götürdülər, gəzə piyada apardılar. Burada biraz aşağıda, sağda, meşəyə tərəf düşəndə, sol tərəfdə bir futbol meydançası var idi. Orada bir aksiya tökü var idi, Əhməd. Burada bizə məcbur elədilər ki, onu hansı işgəncə ilə öldürmələrini biz seyr eləyək. Baxmayanda da ayaqlarımızın altına avtomatla atəş açırdılar ki, baxın bunu gözünüzlə. Onlar bizim gözümüzü, ruhumuzu qorxuzurdular. Əhmədin orada başını kəsdilər. Təsəvvür ki, bir 14 yaşında, 11 yaşında körpə uşaqların, yaşlı qadınların, yaralı vəziyyətdə o insanların qarşısında bir insanın başını kəsmək. İnsan, indi hamımız təbii ki, bu real həyatda görmüşük də, toruq kəsirsən, ya məsəl üçün bir heyvan kəsəndə necə can verir, necədir. Bir insanın körpənin göz qarşısında başını kəsirlər, baş öz-özünə danışır, bədəm çabalayır, amma biz çarəsizik, heç bir şey eləyə bilmirik. Gətirdilər ki, torpaq yeyin, torpaq bizimdir, deyin, Qarabağ sizindir, torpaq sizindir, sizi buraxaq, bizi ələ salırlar, doluyurlar da. Gətirdilər bura, belə qara komukormadan çövəklər pişiyini də, belə iti atan kimi. Elə oradan belə atırdılar, göyəkə kim tutsun yeyər da, kim tutsun yeyər. Orada analar hamısı deyirdi ki, öz balasına nəsə bir balaca bir sox olsa da götürsün, versin, yesinlər. Gəldilər ki, aparırıq sizi dəyişməyə, kim gedir? Könüllü gedir. Burada bir nəfər çıxardılar, könüllü apardı ki, mən könüllü dəyişməyə gedirəm. Apardılar ona. Elə bir işgəncə vermişdilər ki, kəlbətindən dişini çəkmişdilər, qapının arasından qoyub qolunu qırmışdılar. Elə bir işgəncələr verirdilər ki, qorxumuzdan heç birimiz deyə bilmirdik ki, bizi istəyirik, bizi dəyişin, ya nəyəsə qarşılığında. Bəhanələr uydururdular ki, falan vaxtı biz Xocalıdan keçəndə sizin qohumunuz bizim başımıza daş atıbdı, ya nəsə bir şey deyib. Onlar işgəncələrindən, o elədikləri iyrənci hərəkətlərindən əl çəkmirdilər. Bir dənə qadın var idi, əslən Gürcüstanlılar, amma Xocalıda yaşayırdılar. Onda 2 oğlu var idi, Sabir Samir və Fatma xala. Axan dayandı deyəsən öldürmüşdülər, onda sonradan mən eşitdim ki, dedilər ki, onda başını kəsbilər. Fatma xala da gözəl bir xanımı idi, qonşu olmuşduq bizlə. Bizə yalvarırdı ki, bəs adyal var, o vaxt xanımlarda olurdu, şal olurdu. O şalı atırdı üstünə və ağbıçələrdən və biz körpələrdən xahiş edirdi ki, mənim üstümdə oturun, qoy mən burada ölüm, məni götürüb aparmasınlar da. Çünki bunu araşdırmışdılar oradakı. Bunlar Gürcüstandan gəlib burada yaşadığına görə bunun yoldaşını elə bir ki, bura bir zat kimi də döyüşçü kimi gəlmək, könüllü döyüşçü olaraq gəldi ki, qəzada qələmə almışdılar. Xanımı da işgəncə verərək saçından sürüyə götürdülər, apardılar. Tarihindən məlumdur, bilinmir ki, necə oldu, amma yoldaşını öldürmüşdülər. Həmin 7 gün ərzində nə burada heç bir tibbi yardım göstərilmir, heç bir əsrə. Bax, bu gördüyümüz bu kamerada nə qədər yaralılar vardı. Qoca yaşlı qadınlar var idi ki, bəlkə də 70-dən çox yaşları var idi. Hamısı alqanın içində idi. Heç birindən Qırmızı Ay Para Cəmiyyətindən və heç bir tibbdən, heç kəsin bizə heç bir kömək olmur. Ancaq var güclərindən çalışıblar, bizi əziblər, təhqir eləyiblər, işgəncələr veriblər. Bizim evdən onlara qarşı qarşılıqlı cavab atəşi olduğuna görə bunlar bizi daha da çox incidirdilər. 8 yaşında bacım o uşaq idi, balaca uşaq idi. Burada arvadların içində, burada elə sən deyən gözə görünmür. Qərb Azərbaycandan gəlmə var idi, Müşfiq. O gənc idi, hardasa olardı, onun da 17-16 yaş olardı, gənc oğlan idi. Meşədə gələndə nəsə olmuşdu qoluna, qolu sarıqlı idi. Onu da burada götürdülər, apardılar, bizim işimizdən çıxardılar, götürdülər, apardılar. Onu da işgəncə verərək öldürüb gətirib tullamışlar. İnanırsınız ki, elə bir şeylər var ki, onu danışmaq. Bir həftədən sonra gəldilər, bizi çıxardılar, heç bir sorğu sual edilmədən elə başımıza, gözümüzə təpkiyə, vura-vura, avtomatın qundağından döyərək bizi çıxardılar, bayra düzdülər orada. Biz bayra çıxanda gördük ki, bütün Əsgəranın sakinləri. İnsanların əlində, birinin əlində lapatka, lom, yava, daş, dırmıq, nə bilim nə, biri bizim üzə tüfür, biri təpi atır, biri söyür bizi, Türk deyə də bizi hamısı təhqir eləyə. Bizim bir terminlidirlər, həmin o Ekarusa gətirirlər, Qaraca qəbristanlıqdan. Allah da Allah ruhunu şad eləsin. Milli qəhrəmanımız Allahverdi Bağırovun dəstəsi. Bu ermənilər tərəfindən döyüşdən ölmüş Qaradərli bir muzlu zəncinin meyidi qarşılığında biz orada məlum oldu ki,
80 nəfər Azərbaycanlılar dəyişir. Vay. Dövlət, nasıl olmuş? Allah verdi baba milli qəhrəman, Allah rəhmət eləsin. O dəyişdirdi. Vəssalam, yadımda qalan budur baba. 7 minə yaxın əhali olub bu Xocalıda. O 7 minə yaxın əhalinin bəlkə də yarısından çoxu qırılıb. O meşələr hamısı meyitlər. Meşələrdə 2 aylıq uşaqdan 100 yaşında adamlara qədər. Onlar deməli bu heç bir nəfər qoymadan qırıblar. Həmin o 80 nəfər Azərbaycanlıların içində mənim öz ailə üzvlərimdən 3 qardaş, 11 yaşında biri, 3 yaşında biri, mən 14 yaşında və 7 yaşında bir bacım onların içində oldu. Bir də o qonşularımız Sara xala deyirdim ki, Sara xalanın oğlundan o oğlu qalmışdı Ravel. O da hardasa həminki devirdə onda 6-7 yaşı var idi. Bir də bu Fatma xalanın uşaqları Samirlə Sabir də bizimlə bərabər oldu və digərisi Xocalı sakinlərindən az idi bizim içimizdə. Bizi gətirdilər, dəyişdilər Ağdam rayonunda. Sağ eləmə. Bu kadar Allah. Gel. Bir həftə orada ilkin tibbi yardım aldıq. Sonra ermənilər hardansa məlumat əldə eləmişlər. Biz Ağdam mərkəzi xəstəxanasındaydıq. Həmin mərkəzi xəstəxananı da Alazan tipli raketlə atəşə tutdular. Əməliyyat otağındayım, ayağımı əməliyyat edirlər, qardaşımın əli pis gündə, hamımız, yaralarımız raket düşüb, bütün şüşələr qırılır, səs-küy, hərə bir tərəfə qaçır. Ondan da yenə yazıq anam bizi hamısını yığdı qanadının altına, çöldə dayanmışıq. Qar, buz, yolun ortasında gələnlərə yalvarırıq. Onun bunun buşlatından tuturuqsa kömək eləyin. Əmirvət, hardansan sən? Hansı kənddən? Xocalıdan. Nə oldu bəs? Necə oldu ki, gəldin bu xəstəxanaya düşdün də? Həmişə də BMP-ilə, raketlə, topla həmişə də kəndə atırdılar. Bir günü ayın 26-sı günü. Gecə yenə həminki kimi atdılar. Birdən hər tərəfdən doldular ki, Xocalıya. Xocalıda cəmaatı güllələdilər. Kimisini tutdular, kimisini güllələdilər. Biz də evdəydik, çıxmırdı. Birdən gəldilər ev oxurjeniyi aldılar. Dedilər çıxın, çıxmadıq. Siz hara qaçdınız onda? Qaçıb eləmədik. Evdə də qaldıqda çox oldu. Bütün evi ortaya almışdılar. Biz ortada qalmışdıq evin içində. Hər tərəfdə də erməni idi, oxurjeniyi almışlar. Bizim evin dalındakı evləri zadı yandırmışlar. Cəmaat tutub aparmışlar. Çoxunu yatsın öldürüb. Ağdama bəs necə gəldiniz? Ağdama gəldik, Əsgərandan gəldik. Əhməd, sən qardaşsan da. Ay Əhməd, əlin harda yaralandı sənin? Xocalıda. Necə oldu? Gecə evdəydik, ermənilər gəldilər. Oxurjeniyi aldılar, onu da məni yaraladılar. Necə? Avtomat. İndi necəsən? Yaxşı. Yaxşısan. O sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Qala, bu uşaqlar sizindir? Bəli, mənimdir. 6 nəfərim var. 5-i oğlan uşağıdır, biri qızdır. Gecə oxurjeni elədilər, silahlardan badrun qutarına da vurdular. Kişi əlvəhəl yaralandı, hücum elədilər, evə girdilər. Qranatı atdı, qazları buraxdı, bizi partladanda uşaqlar əlini qaldırdı ki, bizi vurmuyor. Ona görə bizi yandırmadılar, olan olmazımızı apardılar, bizi də yığdılar, maşına Əsgərana tökdülər. Əsgərandan sonra nə? Əsgərandan sonra dəyişdirdilər, meyitlərlə bizi dəyişdirdilər, göndərdilər Ağdam bal hissəsinə. Apardılar Ağdamda dəmir yol stansiyasında. Vaqonda orada ilkin tibbi yardım göstərirdilər. Və bütün dünya mediası ora gəlirdi. Bir həftə orada ilkin tibbi yardım aldıqdan sonra bizi xəstəxanalarda yeri yox idi, dolu idi. O vaxt indiki kimi deyildi. Bizi götürdülər, apardılar Qobustan rayonu Mərəzə qəsəbəsində. Elə 92-ci ildən bu günə qədər də Qobustan rayonunda məskunlaşmış. Heç vaxt bunu unutmaram. Bana bu qədər acılar yaşayıb, gözümüz açandan qaçqın gözcün həyatı yaşamışıq. Nə uşaqlığım, bu günlərim mən gəncliyimdən, uşaqlığımdan, ailəmdən məhrum olduğum yerdə bu sözləri danışıram. Hansısa bir filmlə danışmıram, hansısa bir nağıldan danışmıram, kitabdan danışmıram. Onlar gələndə biz onları necə gözlədik? Onların bizdə hal-hazırda olan
Biz əsir demək olmaz. Onlar cinayətkar törədir. Cinayətkarlar da hamısı tam bir bəyanatlı olaraq körpələrin qatilə özləri etiraf edirlər. Bütün dünya bilir ki, onlar bu cinayətləri edirlər. Onlar bizim əlimizdədir belə. Bilərəkdən ki, onlar bizlərə, mürvətlərin ailəsinə nə işgəncələr verir, onları biz hansı şəraitdə yaşayırıq. Amma bunların bizə qarşı olan bunların içindəki bu kin, hiccə, bu nədir, bu nədəndir? Mən buna heç cür özlüyümdə buna bir cavab tapa bilmirəm. Anam saat nə gecə, nə bilmirdi, nə gündüz bilmirdi, gözünə yuxu getmirdi. Öz-özünə dururdu, bayatı deyirdi, ağlayırdı, haray çəkirdi. Biz müharibə qutarana qədər kimi biz iki qardaş, Əhməd qardaşımla mən. Özümüzə sığışdıra bilmirdik. Oradan buradan qohum əqrəbədən atamın qardaşlarımın şəklinə. Bütün gün zəfər bölgələrində olmuşam. Ağdərədə, Marquşavanda, döyüş gedən bölgələrdə elə bir komandir olmuyor ki, elə bir zabit olmuyor ki, onların hamısına elə bir nazir olmuyor ki, onların mən atamın qardaşlarımın şəklini vermək düz 2009-cu ilə qədər mənim atamın qardaşlarımın taleyindən məlum idi. Xəbərimiz yox idi ki, mənim atam qardaşlarım nədir olub. Bütün gəzmədiyimiz yer qalmadı. Bütün qurumlara müraciət edirdik. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Xocalı ədalət kampaniyası başlatdı və biz Xocalıların indiyənə qədər, o vaxta qədər heç bir yerdə danışılmayan lentləri tapdıq. Sənətli film çəkdirdik. O sənətli filmdə bizə məlum oldu ki, mənim atamın qardaşlarıma apar verməm məzərin üstü başlarını kesib. Günə qədər mənim onların üçün nə birinin heç bir yadigarı yoxdur. Heç biri onlardan bir xatirəsi yox idi. İndi qohum əqrəbələrdən şəkillərini almışdıq. Evimizin bir balaca bir tərəfində bir çıxılı bir güşə yaratmışdıq. 2012-ci ildə də yaşadığımız yer, o da Allahın bir zadıdır da, evimiz yandı. Şəkillər də orada idi, yenə də qohum əqrəbədən tapıb indi onu da düzəltdik. Heç bir yadigarımız yoxdur, onlardan təsəlli alacaq bir yerimiz yoxdur. Nə bir normal bir təhsilimiz oldu, nə bir normal bir uşaqlığımız oldu. Ömür boyu onu həsrət apara böyümüşük. Az qalmamışıq, susuz qalmamışıq, evsiz qalmamışıq. Amma buna baxmayaraq biz can parçalarımızı axtarmışıq. Ömür boyu gözümüz yolda olub. Ay Allah, hər Qarabağdan danışılanda, hər əsirdən danışanda, hər içkidən danışanda o qədər çətindir ki, Allah heç kəsə yaşatmasın. Bizim yaşatdıqlarımızı düşmənimə belə arzulanmıram ki, millətindən asılı olmayaraq, dinindən asılı olmayaraq, heç bir ailəyə, heç bir valideynə belə ailə ilə imtihana çəkməz. Hal-hazırda 2 evladım var. Oğlum qəhrəman babasının adını daşıyır. Bir qızım var, 14 yaşında oğlum var. Şükürlər olsun. Mən Xocalıdayım, vətənimdəyim, evimdəyim, şəhidlərimə qoyub gəzəm torpaqlarımda. Anamla hazırlıq eşidəndə ki, Xocalı alındı sentyabr ayında. Anamla sevinərək hazırlaşırdıq ki, bura gələk. Necə həyəcanla ki, gəldik, anamla gəldik biz. Ən birinci Xocalıya daxil olanda təbii ki, Ağdamlar daxil oluruz. Adam dedi ki, biz bizim xilaskarımız, milli qəhrəmanımızın məzarını ziyarət etdik. Gəldik, rəhmətli milli qəhrəman Allah verdi Bağrovun məzarını ziyarət elədik. Ruhuna dualar oxuyub Xocalıya gəldik. Mənim qardaşım Əhmədin Əli o faciələri yaşadı. O boyda hekayəsi olan insan 32 il sonra qolu həmin o travmadan çürüdü qolu. Qolunu kəsdilər, qolu yoxdur. Bizim evimiz Xocalının girəcəyində idi. Əsgərandan bizim evimizin arasında heç 1 kilometr məsafə yoxdur. Atam deyirdi ki, inşallah yol açılacaqdı. Quzu alacam, heyvan alacam. Burada kəsəcəm gələn əsgərlərimizə də. Bizi ümid verirdilər, bizi rəhbərlik yalladırdı. Hər gün xəyallar verirdilər ki, bu gün sabah Ağdamın əsgəranla rastlaşılacaqdı. Ki evdən çıxanda bizim anamdan pulları, zadları, qızıl zinət əşyalarını hamısını alanda anamın elə bir ki, balaca vaxtı üzr istəyirəm, xanımlarda kisə olurdu balaca. Ondan anama nənəmdən qalmışdı. Anamın bir kisəsi var idi boğazından. O nəsə düşmüşdü böyrümə. Mən də o götürüb soxmuşdum, ayağımda potu var idi belə. Soxmuşdum onun içində, heç özümdən də yadımdan da çıxmışdı ki, bu buradadır. Sonra Ağdamın gəlindən sonra həmin o pulları tapmışdım. Mən bir media mətbuat işçisi xanım var. Ondan söz vermişdik ki, həmin o atanın arzularını yerinə yetirərik. Yəni, ondan sonra gəldim bura, bir heyvan aldım, əskərlərimizə kəsdim, payladım, verdim ki, aparın yeyin için. O pullar simvolik olaraq saxlayıram onu. Allahıma min şükürlər olsun, atamdan heç olmasa xırda bir cüzi bir arzusunu yerinə yetirə bildim, xoşbəxtəm. Bütün bu canilərin, bizə qarşı bu cinayət törədənlərin, bunların başlarında dirən insanların hamısı ki, necə ki, Azərbaycan qanunları qarşısında, necə ki, cəzalandırdılar, bu bizim yaralarımıza böyük bir mərhəm oldu. Mən buna görə bütün devlətimə, prezidentimə, müzəffər orduma minnətdarlığımı bildirirəm.
və o gün gəldi çatdı. 44 günlük Vətən müharibəsindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu. Mən evdə dinç dura bilmirdim. Baxmayaraq ki, mən 1992-ci ildə Xocalı hadisəsində ayağımdan yaralanmışdım, əsirlikdə olmuşdum. Digər qardaşım əlindən yaralı idi. Müharibəyə bizi nə qədər könüllü olsaq da iştirak eləmək istədik, buna bizə icazə vermədilər. Buna görə bizim müzəffər ordumuz var idi. Mənim anam 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin yardım fonduna öz şəhid pulunu köçürdü. Mən özüm orada arxa cəbhədə dəyərincə iştirak elədim. Biz ümid eləyirdik, inanırdıq ki, bugün də olacaq. Bax, bizim möhtərəm cənab prezidentimizin apardığı uzaq görən siyasətin nəticəsində bizim Kəlbəcərimiz, Ağdamımız bir güllə atmayaraq geri qaytarıldı, amma Xocalını, Ağdərəni ermənilər vermək istəmirdilər. Burada da bir daha Azərbaycan ordusunun gücü sayəsində Xocalımız da azad oldu. Hal-hazırda bugün Xocalıdayım və evimdəyəm. Xoş gəlmişsiniz. Ana, necəsən? Darıxmadın? Xoş gəldin, ay oğlum, xoş gəldin. Nətərsən? Darıxmadın mən siz? Darıxdım, Hələ. darıxdım məni. Otur, mən də gəl. Ancaq ki, burada nəfəs alıram. Balalarımın ruhu buradadır, balalarımın vətənimdir. Burada balalarım canını fəda verdi. Xocalıya gəldikdə anam çox israr elədi ki, mənim yaşım, anamın hal-hazırda 79 yaşı var. Dedi, mənim arzularım Allah möhtərəm prezidentimizə can sağlığı versin. O bütün bizim arzularımızı reallaşdırır, gerçəkləşdirdi, xəyallarımızı. Mənim ən böyük arzumdur ki, heç olmasa gedim o sonuncu dəfə balalarımla görüşdüyümüz, həmin 7 gün qaldığımız, əsirlikdə qaldığımızı, həmin zindana görmək istəyirəm. İndi müəyyən qurumlardan icazə alıb getdik ora çəkiliş vasitəsilə. Anam elə ora içəri daxil olmaq istəyəndə anam infarkt vurdu. Həmin 2 gündə də bizi tək buraxmadılar. Fond məlumatı olduqda ki, bu ana infarkt vurub, ananı dərhal mərkəzi xəstəxanaya götürdülər. Sağ olsun, oranın baş həkimi Kamran Məmməd Firdovsi doktorlar və bütün orada əməyi olan həkimlərimizə bir daha dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, anamın qoymadılar, o infarktdan anamı xilas elədilər, anam müəyyənə stent qoydular. Amma bu günlərimizə çox şükürlər olsun ki, biz aprel ayının 28-dən Xocalı şəhərində evinə təmin olunmuşuq. Buna görə Müzəffər Ali Baş Komandama bir daha minnətdarlığımı bildirirəm ki, biz 33 ildə yatsaq yuxumuza girə bilməzdik ki, biz Xocalı şəhərindəyik. Bizim ən böyük istəklərimizdən biri də o idi ki, bizə qarşı bu soyqırımı törədən canilərimiz cəzalarını alsınlar. Mən özümü çox xoşbəxt hiss edirəm ki, Azərbaycanda bizə qarşı bu soyqırımı törədən canilər Azərbaycan hakimləri qarşısında dindirildi və təqsirli olaraq hər bir şey sübuta yetirildi və özümü orada canlı şahid olaraq mən özüm şəxsən orada iştirak edim və bütün onlara sübutlarla mən onlara gətirdim ki, mənim həminki vaxt 14 yaşım olub. Mənim bir dəfə 1988-ci ildə Qərb Azərbaycanın Göyçəm halında biz yaşayırdıq. Biz orada köçkün salıblar. Mən gözüm açandan qaçqın köçkün həyatı yaşamışım. Mən bunların hamısını məhkəmədə danışdım. Təbii ki, orada hər birisində tərcüməçi ilə də və özləri də çox gözəl Azərbaycanı mükəmməl bilirdilər. Vaxt var idi, 2022-ci ildə biz Şuşadan baxırdım, mən Xocalıya baxırdım, həsrət aparırdım ki, ilahi fərbədə görəsən ola bura. Amma bu günlərim maşallah, buradan mən Şuşaya baxıram. Oh,